Axura kənd orta məktəbində natrium və sulfat turşusunun qatı sulfat turşusunun reaksiyasını əyani göstərir. Qatı sulfat turşusu götürülür. Natrium metalın xırda doğruydur. Plastik metaldır. Asanlıqla kəsilir. Natrium metalı reaksiya girdişdə hidrogen sulfid əmələ gətirir. Aynı olur. Qalıqda saxlanır demək, aktiv metallarla sulfat turşusu reaksiya girdikdə hidrogen sulfid əmələ gəlir. Qeyri-aktiv metallarla, mislə, gümüşlə reaksiya girdikdə isə kükürt qazı əmələ gətirir. Burada əmələ gələn hidrogen sulfiddir. Aynı olur. Yəni o ayrıca parçalasıdır. Onda şiddətli reaksiya gedir. Mən qoyunda. Olmaz. Aynı oldu. Hansı qaz əmələ gəldi? Hidrogen sulfid. Qatı sulfat turşusuna reaksiya girdiyi üçün orada əmələ gələn qaz hidrogen sulfiddir. Əgər qeyri-aktiv metallarla reaksiya girsəydi, əmələ gələn qaz kükürt qazı olardı. Aydın oldu? Həlləyin. Sağ olun.